Salam dostlar. Bu sabahki videonu iki cümlə ilə başlamaq istəyirəm, bir-birinə yaxın olan, hansını ki, inkişaf yolunda öyrənmişəm. Birincisi, nəyə dəstək olursansa, o da artır. İkincisi, fokusun, diqqətin hardadırsa, o da böyüyür. Amma bunu tam anlamaq və həqiqətən də tətbiq eləmək lazımdır. Yəni niyyətlə başa düşərək ki, mən nə istəyirəm, nə üçün bunu edirəm. Yəni bu da çox önəmli bir faktordur və daha sonra sən görəcəksən ki, məsələn də insanları görəcəksən, hansılar illərlə hansısa bir xəstəliklə mübarizə aparırlar, müalicə yolundan, müalicə edirlər və həyatları sadəcə bu müalicədə də keçir. Xəstəlik gah dəyişir növünü, gah elə həmənki kimi də qalır, gah böyüyür, sonra balacalaşır və s. əgər bu şişdirsə. Amma yəni elə həyat ancaq bax bu xəstəliklə mübarizədə davam edir. Çünki müalicəyə dəstək olur, çünki onunla mübarizəyə dəstək olur və o da böyüyür. Çünki diqqəti oradadır. İnsanlar var ki, məsələn, ömür boyu sanki zəhmətlə, əziyyətlə yaşayırlar. Zəhmət yəni okeydir, amma əziyyətlə və zülmlə yaşamaq yəni özünə ziddir də. Görürsən ki, elə bir adamlar məsələn daha tez qocalırlar, daha çoxlu stress içindədirlər və s. və ilə. Yenə də xəstəlik onlara gəlir, baxmayaraq ki, yəni nə qədər çox qazansalar da pulları elə bir şeylərə gedir. Yəni görürsən ki, həqiqətən də bunun işlədiyini görürsən. Bu cümlənin, bu qaydanın, qanunun və bunu dərk eləyəndən sonra başa düşürsən ki, mən hansı nəticə üçün bunu edirəm. Yəni məsələn də xəstəlikdə bu sağalmaq nəticəsidirsə, o zaman mən xəstəliklə mübarizə yolunu deyil, müalicə yolunu deyil, mən sağlam olmaq üsullarına dəstək olaram da, mən sağlam olmaq üsullarını tətbiq edərəm də və o böyüyər, inkişaf eləyər məndə. Amma insan hər gün tartışma, mübarizə içində yaşayır və sonra deyir ki, yəni mən necə bundan çıxa bilərəm ki? İnsan qəpiyə işləyir, məsələn də buna razılaşır, sonra deyir ki, gəl bu maaşla sən mənə denən görüm 10% necə kənara qoya bilərəm. Gəl bu maaşla sən işlə gör, neyləyə bilərsən, belə danışa bilərsən. Başa düşmür ki, yəni biz də birdən-birə yəni nəyəsə nail olmamışıq. Başa düşmür ki, yəni 20 şirvana işləyərək başlamışıq, 80 manata işləyərək başlamışıq, 100 manat, sonra 150 manat olub, maaşa işləyərək başlamışıq biz bir neçə il öncə. Oxumadan, diplomların olmadan belə və sənə potensial və bacarıqlar verilibdir. Zaten verilibdir. Sadəcə onları tətbiq elə. Lazım deyil kimlərsə günahlandırmaq ki, uşaqlıqda belə travmalar yaşadım, uşaqlıqda məni belə öyrədiblər. Sonra başlayırsan günahı, nə bilim, öz dost-tanışın üstünə yıxmağa, müəllimlərin üstünə yıxmağa, həyat yoldaşının üstünə yıxmağa. Sonra bax, uşaqlar məni başa düşmür və həyat belə bir şeydə gedir. Və sən görürsən şikayət edən insanları, onlar şikayətə dəstək olurlar və onların həyatında həmən o problemlər, həmən o şikayət etdikləri bir şeylər də artır. İnsanlar çox vaxtı yəni ancaq o nəticə haqqında danışırlar, o mənfi nəticə ki, çıxır qarşılarına. Danışırlar və sən görürsən ki, o situasiyadan çıxış yoxdur. Görürsən ki, hardasa bu situasiyada onlar həqiqətən də haqlıdırlar. Nə etmək olardı ki, deyərsən sən. Və həmən situasiyada heç nə eləmək olmazdı. Elə elədiyin bir şey doğrudur. Sadəcə hansı addımlar və hərəkətlər, yanaşman bu nəticəyə gətirib çıxartdı. Bax, nə vaxt ki, insan bunu araşdırır, nə vaxt ki, insan bunların üzərində işləyir, başa düşür ki, birdən-birə alma ağacı, ya da ki, limon ağacı, ya da ki, başqa bir zəhərli bir hansısa bir ağac, o birdən-birə yetişmir, böyümür. Ona sən hər gün dəstək olursan, onu hər gün sən suluyursan, hansısa öz hərəkətlərindən, əməllərindən, davranışlarından, haradasa haqsızlıq işlədirsənsə, təəccüblənmə əgər sabahsı günü sənin qarşına haqsızlıq çıxır. Həmən situasiyada ola bilər, sən yəni qarşı pis bir iş gördülər, başa düşmədilər, dinləmədilər, haqqını kəsdilər, amma
Sən orada cavab axtarma. Sən cavabı dünənində axtar. Cavabı bu günündə axtar. Nəyə mən bu günləri səhv edirəm ki, sabahları mənim qarşıma elə bir şey çıxacaq. Məsələ bundadır. Yəni mən sadəcə bunlar mənə gəldikcə bu inkişaf yolunda ilk öncə təbii ki, müşahidə edirsən, izləyirsən. Hətta bəzən içindən gəlir ki, yəni başa salasan başqalarını, yaxınlarını və s. Amma daha sonra anlayırsan ki, onlar sadəcə əks etdirir sənə nəyisə və əgər başqalarında mənfini gördükdə, xüsusilə də yaxınlarında, bu sənə bir işarədir ki, yəni daha çox, yəni bu güzgü kimi əks etdirir də, daha çox fokusun öz həyatına, öz dünyana ver və gör ki, mən gündəlik rutinimdə nəyi o qədər də düzgün etmirəm və daha çox onun üzərində işlə. Nə qədər daha çox fokusu öz bağına verirsən, o qədər də sənin bağın təmiz qalır, çiçəklənir, yetişir, gözəlləşir. Əlbəttə, yəni buna güc vermək istəməyənlər bəhanələr gətirəcəklər. Filan kəs bax, filan kəsdir, belədir, elədir, amma gör onun bağı nə qəşəngdir, gör o nə qədər imkanlıdır və s. Belə dedikdə İnsanlar başa düşmürlər. İnsanlar səhnə arxasını görmürlər. Həmən adamın məsələn zəhmətini görmürlər və yaxud da ancaq öz qiymətləndirici bir yanaşmasından baxıb bir şey deyirlər. Ancaq burada bu kiçik bir şeylə tam bir planı başa düşməyə çalışırlar. Bəlkə onlar verilir hansısa bir sınaq üçün. Bəlkə ona o verilir, amma o heç ondan xoşbəxt deyil. Mən dəfələrlə elə bir adamları görmüşəm ki, hansılar, məsələn də o vaxtda mənim arzuladığım bir yerlərdə yaşayıblar, amma onlar xoşbəxt olmayıblar. Onlar mənlə danışıblar, mən onların o qədər bir də xırda bir dərdlərini eşitmişəm, demişəm ki, bunu sən böyük bir dərd sayırsan. Bu ki, asandır, yaxınlar, söhbət elə, söhbət aç. Elə bir adamlar olubdur ki, onların yəni maşını, evi, İkinci bir evi, nə bilim, ikinci bir obyekti, hələ də görürsən ki, xoşbəxtliyi araşdırıb tapa bilmirlər. Görürsən ki, dərdlidirlər. Deyirsən ki, vay be, həqiqətən də xoşbəxtlik pullarda deyil, həqiqətən də xoşbəxtlik maddiyyatda deyil, həqiqətən də xoşbəxtlik elə ancaq elə yeyib içmək deyil. Başa düşürsən ki, bu inkişaf yolunda, yəni hər şey gəlir, bax, bura dirənir. Bütün o kurslar, bütün o kitablar, yəni sənə deyirlər ki, gəl səni öyrədəcəm, necə maddi tavanını aşasan, necə belə zəngin olasan və s. Gedirsən, yazılırsan, keçirsən kursu, görürsən ki, gəlir hər şey bura dirənir. Sənə deyirlər ki, bax, bu sabahı zaryadka ilə başla, bax, bu sabah disiplinli ol, bu sabah sənə yaxınlaşanlara kömək elə, qayğı çeş ol hardasa, dəstək ol. Kainatla, yaradıcı ilə əlaqəni qur, yəni itirmə, güvən ona. O sənə qapıları açacaq. Ancaq sənin elə hoppanıb düşməyinlə deyil. Deyirsən ki, ya bəs başqa cür axı çıxışlarda danışırdınız. Deyirdiniz ki, bax, belə motivasiya, belə axı yox, amma görürsən ki, yox, bax, kiçik bir şeylərdən görürsən ki, sən keçmişinə qayıtmalısan, orada müəyyən bir şeyləri bərpa eləməlisən, yanaşmanı dəyişməlisən, öz o kiçik balaca uşağının böyüyü olmalısan özün. Hardasa yəni emosional bir praktikalar falan. Daha sonra yəni bu gününə qayıtmalısan və bu günündə sən yenidən bu təmizlik işləri, səliqə, səhman, daha sonra bir müəyyən bir praktikalar, addımlar. Gedirsən sağlamlıq kursuna, məsələn, sənə deyirlər ki, bax, sağlam qidalan, bax, belə də. Sonra görürsən ki, nəyisə alınmır, deyirlər ki, yəni sənin emosional bir problemlərin var da, yəni sən onları belə, sən bu saatları emosional olaraq qidalanırsan. Yenə də keçmişinə qayıt, oradan yenə anne ilə işlə, papi ilə işlə və s. münasibətlərdə həmçinin. Sənə deyirlər ki, bax, sənə xoşbəxt ailənin necə olduğunu danışacam. Gedirsən kursa ki, da əks cinslə əlaqəyə doğru girmək və s. belə kommunikasiya qurmağı deyirlər ki, ən birinci oradan başla, valideynlərdən. Yəni, bax, biz öz keçmişimizdən ibarətik və bu gün baş verənlər sizin həyatınızda, mənim həyatımda, ümumi hər kəsin həyatında sadəcə nəticədir. Nəyə qazanmışıqsa, o bizə geri qayıdır. Karma. Bax, budur karma, budur qismət. Yoxsa qismət, alın yazısı, bizdən heç nasıl deyil, o zaman məsuliyyət üstümündən atım, o deyil qismət. Qismət qazandığındır. Ola bilər, hər kəs fərqli nöqtədən, startdan başladı.
Yəni hardan gəldi bu o biri dünyadan, o biri həyatımızdan və s. İndi çox da uzaqlara getməyəcək. Fakt, söhbət bu gündən gedir. Bu həyatdan gedir. Necə, nətər oldu, o mənim ağlımın şeyində, gücündə deyil, sənin ağlının gücündə deyil. Var daha böyük bir şuur, daha dərin bir planlar, necə ki, sənin həyatının hədəfləri, planları. Fakt, fərqli nöqtədən başlaya bilərsən, amma fakt odur ki, məsuliyyəti götürürsən, yanaşmanı dəyişirsən və başa düşürsən ki, başqa cür də olar. Vərdişlər formalaşdırırsan öz həyatında. Görsən ki, hər şey sənin xasiyyətinə uyğun olaraq gəlir. Əgər sən mübarizəçisənsə, ancaq savaşlar, ancaq mübarizələrlə yaşayacaqsan. Əgər sən başqa cür bir xarakterdəsənsə, ayrı cür. Bir övladdan daha çox övladı olan biriləri başa düşürlər məni çox gözəl ki, həqiqətən də yəni tək bir valideyndən hər şey asılı deyil. Eyni bir sözünə iki övlad fərqli cür yanaşır. Belə bir pritika var, hekayə var. Bir əyyaşın iki oğlu olur. Biri böyüyür, atası kimin əyyaş olur, digəri isə uğurlu, məşhur, varlı, imkanlı birisi və hər ikisindən də intervyu götürürlər onların ki, bəs necə oldu ki, sən belə oldun da, yəni. Və hər ikisi də eyni cavabı verir. Eyni cavabı hər ikisi də. Deyirlər ki, mənim atam əyyaş olubdur. Ona görə də mən indi beləyəm. Vəssalam. Yəni biri sadəcə təkrarladı, yəni bəhanə, məsuliyyəti atdı, digəri isə bundan bir resurs götürdü. Yəni dedi ki, yox, mən belə olmaq istəmirəm. Yəni bir müəllimdilər bizim valideynlərimiz. Və bütün dini kitablarda, bütün qədimi yazılarda bizə bu sadə həqiqətləri öyrədirlər. Ana və ataya hörmət və sevgi ilə yanaş, başqalarına özün kimi yanaş. Bütün bu həmişə, yəni sən qarşıoqa getməyə başlayandan belə sənə bu sadə həqiqətləri danışıblar. Həmən zamandan belə cizgi filmlər vasitəsilə, kitablardakı nağıllar vasitəsilə, ətraf, mühit, səndən böyük olanlar həmişə bunu danışıblar. Sadəcə sən mübarizə yolunu seçmisən, bunu başa düşməmisən, buna əks getmisən. Hərənin bir yolu olur. Yekunda başa düşürsən ki, sən bunun üçün gəlmisən. Bax, bunun üçün gəlmisən. Yəni günahkar valideynlər deyil, günahkar ətraf, mühit deyil, günahkar hökumət deyil. Sadəcə sən bu dərsləri almaq üçün gəlmisən və indi yanaşmanı dəyişdikdə, müəyyən bir şeylərdən təmizləndikdə əlbəttə praktikalar vasitəsilə tətbiq etdikdə başa düşürsən ki, həyat tamam başqa cürdür. Başqa gözlə baxırsan eyni bir yollara, eyni bir insanlara, eyni bir dünyana, amma başqa cür. Dünyan dəyişir bu zaman. Sən onu dəyişdirirsən, yanaşmanla onu dəyişdirirsən. Bax belə. Bu sabah gələn fikirlər buydu. Nəyə dəstək olursanızsa, əziz insanlar, o da artır. Bunu unutmayın. Nəyə dəstək olursunuzsa. Mümkün deyil bir şey haqqında danışmaq, arzularım var falan filan, amma ona qarşı addım atmayasan, başqa cür eləyəsən, başqa bir şeyə dəstəkləyəsən hər gün öz hərəkət və əməllərinlə, sözlərinlə, düşüncənlə. Mümkün deyil. Və fokusun, diqqətin haradadırsa, o da böyüyəcək. Əgər sənin fokusun və diqqətin mənfi bir şeylərdədirsə, ancaq insanlar bir-birini atır, dava qırğın və s. bir şeylərdədirsə, yəni güvənsizlikdədirsə, minus axtarırsansa, mütləq şəkildə sən o mənfini, minusu tapacaqsan. Bax belə, təşəkkür edirəm bu videonu izlədiyiniz üçün, sağ olun, salamat qalasınız, özünüzə yaxşı baxın, özünüzə.